Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun üzvü Tahir Rzayev bildirib ki, ölkələrin bir-birinə hücumu qəbul edilməzdir, müharibələr, qarşıdurmalar bəşəriyyətə heç vaxt xoşbəxtlik bəxş etməyib. Bunlar nəinki müharibə aparan dövlətlər, eləcə də qonşu ölkələr və dünya üçün ciddi çətinliklərdir. Müharibə, iqtisadi əməkdaşlığın pozulması, iqtisadiyyatın zəifləməsi, ilk növbədə isə insanların məhvidir. Pakistan və Hindistan dünyanın ən böyük dövlətlərindən sayılır. Pakistan Azərbaycanla dost və qardaş dövlətdir, daima Azərbaycanın mövqeyini müdafiə edir və beynəlxalq aləmdə ölkəmizin səsinə səs verib. Bu, haqqın, ədalətin müdafiəsidir. Əlbəttə ki, Azərbaycan bu dostluq, qardaşlıq əməllərini daima alqışlayaraq qəbul edir. 44 günlük vətən müharibəsində 23 saatlıq antiterror əməliyyatları zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib, dövlətimizin yanında olduğunu bildirib. Bu bir qardaşlıq, dostluq dəstəyidir. Azərbaycan xalqı onun üçün daim Pakistanın mövqeyini dəstəkləyir. Tahir Rzayev qeyd edib ki, Hindistanla münasibətlərimizdə müəyyən problemlər yaşanır. İlk növbədə Hindistan Azərbaycan haqlı mövqeyini dəstəkləmir, eyni zamanda ölkəmizə düşmən olan torpaqlarımızı vaxtilə zəbt edən Ermənistanın yanında olduğunu bildirir və onu silahlandırır. Bu, əlbəttə ki, beynəlxalq hüquq normalarına ziddi, bəşəriyyətə xəyanətdir və qəbul edilməzdir. Amma bir insan kimi demək lazımdır ki, müharibə hər iki dövlətin ziyanınadır. Biz Pakistanla qardaş, dost ölkə olmaqla əlbəttə onun mövqeyindəyik. Bu haqlı mübarizədə Pakistanın qalib gəlib uğurlar qazanmasını arzulayırıq. Ancaq bir insan vətəndaş kimi müharibəni pisləyir. Bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq deyə Milli Məclisin üzvü qeyd edib.